Sabah əziz tamaşaçılarımız, sabah dekabr ayının 27'si bizim çox sevilən sənətkarımız, böyük filosofumuz, alimimiz Nəsrəddin Tusinin nəslindən olan və 1998-ci ildə ümumilli liderimiz tərəfindən birbaşa xalq artisti fəxri ada layiq görülən Akademik Opera və Balet Teatrının solisti. Oynadığı tamaşalarla, ifa etdiyi romanslarla, mahnılarla, bəstəkarlarımızın o əzəmətliyini, quruluğunu ucalara qaldıran Azər Zeynalovun sabah doğum günü proqramımızda qeyd edəcəyi proqramımıza mütləq baxın. Çox maraqlı çəkiliş alınıb və mən əminəm ki, bu bir neçə saat ərzində sabahki proqramımızda doğrudan da çox böyük zövq almış olacaqsınız. Bal şərbət süzülüb sözlər güləndə, sevincdən, fərəhdən üzlər güləndə, baxıb bir-birinə gözlər güləndə, olur bizim üçün də nuş, səhər-səhər. Sabahınız xeyir olsun əziz tamaşaçılar. Space televiziyasının sevimli izləyiciləri, hər birinizi ürəkdən ayrı-ayrılıqda salamlayıram və bu şənbədə çox sevilən bir sənətkarımızın ad gününü, doğum gününü sizi bizə hamılıqla bərabər qeyd edəcəyik. Amma səbəbkarımızı dəvət etməzdən əvvəl studiyamıza təşrif buyuram. Bizim sənətimizin İncilərini ürəkdən salamlayıram. İncəsənət xadimlərimizi salamlayıram. Sabahınız xeyirli uğurlu olsun. Xoş gəlib, səfa gətirmişsiniz. Bugünkü günümüzün səbəbkarı uzun illər Akademik Opera və Balet Teatrında çalışan, çox kübar, ziyalı bir insan. Azərbaycanımızın xalq artisti və ifaları ilə, oynadığı obrazlarla bizim mədəniyyətimizə biri-birindən gözəl töhfələr bəxş edən Azər Zeynalova alqışlarımızla dəvət edirik. Sabahınız xeyir olsun. Azər müəllim. Çox sağ olun, çox sağ olun. Buyurun, zəhmət olmasa. Mən çox şadam bugünkü bu gözəl gündə mənim üçün çox əziz olan musiqi sənətimizin, şeir sənətimizin böyük biliciləri ilə, öndərləri ilə bax belə bir gündə rastlaşmaq, qarşılaşmaq böyük şərəfdir mənim üçün. Çox xoş bir andır, dəqiqədir ki, zamandır ki, mən sizinlə bir yerdəyəm və siz mənim bugünkü görüşümdə iştirak edirsiniz. Azərbaycanımızın əməkdar incəsənət xadimi, dramaturq, sevilən bəstəkarımız Rühəngiz xanım Qasımova öz təbriklərini ünvanlasın Azər müəllimə. Xoş gəlmişsiniz Rühəngiz xanım, buyurun. Siz elə birdən belə hücuma keçdiniz. Onda Azər, ilk növbədə sənə əlbəttə bunun gül ağaçları sənə layiqdir. Bunu məndən töhfə kimi qəbul eləyərsən. Təşəkkür edirəm. Bizim təmasımız Azərlə 1998-ci ildə mənim elegiyamı ifa eləyəndə kamera orkestri ilə. Ondan sonra, yəni onun səsinin vurğunu idim mən həmişədən və heç bəlkə də özünün də xəbəri yox idi və qeyri-ixtiyari olaraq yazdıqlarımı da indi ona ithaf eləməsəm də ona təklif eləmək üçün özümdə cəsarət gördüm və yenə də bir mahnımızı biz səsləndirdik. 50 yaş nə yaşdır ki? Ona görə də mən belə düşünürəm ki, hələ sənin bu yaşların çox olacaq, müxtəlif səhnələrdə çıxış eləyəcəksən və həmişə də o zirvədə, necə ki ora qalxmışsan öz zəhmətinlə, öz istedadınla həmişə zirvədə olacaqsan. Təbrik eləyirəm səni ürəkdən. Əgər icazə versən, oxumaq olar. Əlbəttə ki. Doğrudan. Azər, böyük məmnuniyyətlə sizi dinləyirik. Mən oxuyum, siz də baxın, görün necə oxuyarlar, yaxşı? Mən deyirəm Rühəngiz xanım. Ya da ki, əksinə necə oxumazlar. Rühəngiz xanım, mən deyirəm təbrikləri indi ünvanladınız. Bəlkə bir qədər tamaşaçılarımızı intizarda saxlayaq, irəliyən dəqiqələrdə ifanızı təqdim eləyəsiniz. Yaxşı, daha yaxşı, asamballı olar. Bu bir anons oldu. Anons olsun, bəli. Birazdan Rühəngiz xanımın ifası səslənəcək. Nə qədər ucalıb zirvəyə qalxsan,
Sən qalxan zirvəyə enən deyilən bizim çox sevilən xalq şairimiz Fikrət Qocanı ürəkdən salamlayıram. Fikrət müəllim, xoş gəlmisiniz, səfa gətirmisiniz. Sizin də təbriklərinizi eşidək. Buyurun. Aziz Azər, Azərcan, daha doğrusu. Sənin səsin də, adın da elə şirin. Azərcan deyəndə, elə bilirəm Azərbaycan deyirəm. Çox sağ olun. Çünki orada damağımda Azərbaycanın dadı danır. Onu hiss edirəm. Şirindir səsin. Səsin də Azərbaycanın ətirləri kimi, çiçəklərin ətirləri kimidir. Səni öpürəm və mən Allahdan arzu edirəm ki, bu səsi sənin son nəfəsə kimi səni yola salsın. Çox sağ olun. Ucalsın. Çox sağ olun Fikrət müəllim. Çox sağ olun. Sağ ol. Fikrət müəllimin ana mahnısını mən ifa eləmişəm. Bəli, Sevil bəli. Əliyevanın Bəli, musiqisinə. Ruhəngiz xanımın elegiyasını özü dediyi kimi, ondan sonra Səninləyəm Azərbaycan mahnısı ki, hər zaman dinləyicilər tərəfindən sevilir, qarşılanır. Eləcə də ana mahnısı Fikrət müəllim. Mən sizə çox minnətdaram ki, belə əsərlər yaratmısınız və mən də o əsərləri sevə-sevə oxuyuram. Ey Xəyal mahnısını da bəli, tamamilə düzdür. Rəşid Beyhudovdan sonra mən özümdə bir cəsarət tapdım. Ona görə ki, mən əslində böyük sənətkarların mahnılarını təkrarən oxumağı sevmirəm. Amma buna bir cəsarət tapdım. Əvvəla ona görə ki, bu sizin təklifinizdir. Ondan, çox sağ olun, ondan da əlavə mahnı gərək müğənni ilə itməsin. Müğənni dünyasını dəyişdisə, mahnı itməməlidir. Belə bir, sabah mənim də ifa elədiyim mahnıları kimsə oxumalıdır. Bugün də oxuyurlar, sabah da oxusunlar. Çünki mahnı əbədi olmalıdır, əbədi bir əsərdir. Müğənni əbədi deyil, amma mahnı əbədidir. Azərbaycanın o böyük sənətkarları, böyük şairləri, böyük bəstəkarları elə əsərləri yaradıblar ki, bugünə qədər həmin əsərlər səslənir. Bax, bugünkü nəslin, yəni sizlərin yaratdığı əsərlər də mən hesab edirəm əbədiyyət qazanıb, əbədilik qazanıb. Mən sizə eşq olsun deyirəm buna görə. Çox sağ olun Azər müəllim. Minnətdarlıq və bilirəm ki, A-klassik vokal qrupuna rəhbərlik edirsiniz. Neçə ildir Azər müəllim? Necə oldu bu fikir yarandı? Mənim çoxdankı arzumudur. Mənim çoxdankı arzumudur və həm vokal qrupu olsun, həm də bir ansambl olsun. Və elə oldu ki, bunu qismət oldu. Təxminən bir il var ki, biz yaratmışıq bu qrupu. Çox yaxşı uşaqlardır, çox istedadlı uşaqlardır və sənətinə də, sənətlərinə də çox böyük məhəbbətləri olan uşaqlardır. Xalqımızın böyük bir bəstəkarını burada görürəm. Ramiz müəllim. Təbrik edirəm səni ürəkdən. Çox sağ olun. Buyurun, buyurun Ramiz müəllim. Xoş gəlmişsiniz Ramiz müəllim. Azərbaycanımızın xalq artisti, İstiqlal ordenli sevilən bəstəkarımız. Azərin hər bir ifa etdiyi mahnıların öz obrazına, dramaturgiyasına, sözlərin tələffüzünə çox böyük əhəmiyyət verir. Mənim yadımdadır, Azərlə biz bu yaxında oturduq, söhbət edirdik. Dedim ki, Azərin bəlkə bir CD buraxaq. Belə baxdıq, gördük ki, bir 25-dən çox mahnımı ifa edir. Azər vokal janrında həm opera sahəsində, operetta sahəsində, canım sizə desin, estrada, xalq mahnıları və Azərbaycan mahnılarının çox böyük ustad kimi bunların hamısını ifa edir. Və ona görə də bu mahnıların hamısı çox uzun ömürlüdür. Azərin 4 oğlan atasıdır. Gözəl ailəsi var. Allah saxlasın. Və Allah bunları xoşbəxt eləsin. Mən bu ailəyə günəş dolusu, dünya dolusu, saadət, xoşbəxtlik, can sağlığı arzulayıram. Öpürəm səni Azər. Təşəkkürlər Ramiz müəllim. Minnətdarıq. Xoş təbriklərinizə görə elə biraz əvvəl biz A-klassik vokal qrupundan söhbəti açdıq. Artıq neçə illərdir ki, Azər müəllim bu qrupa rəhbərlik edir. Uşaqlar səbirsizlənirlər Azər müəllim. Alqışlarımızla dəvət eləyək onları, buyursunlar pavilyonumuza. Xoş gəlmişsiniz. Buyurun. Buyurun. Görməyimizə çox. Çox gözəl. Çox gözəl.
Təbriklərinizi eşidək zəhmət olmasa qısa olaraq. Mən öncə istəyərdim ki, A-Klassik qrupunun üzvlərini sizə təqdim eləyim. Orxandır, Çinarədir, Sadiqdir və İsmaildir. Bunlar hər biri öz işinə məsuliyyətlidirlər, çox ciddidirlər öz işlərində və sənətlərini sevirlər. Mən hesab edirəm ki, onlar yaxın zamanlarda artıq hamınıza tək-tək məşhurlaşacaqlar, tanınacaqlar və düzgün musiqinin təbliğatçılarından birinə çevriləcəklər hər biri. Və sizə uğurlar arzulayıram. Çox sağ olun ki, bax belə zəhmət çəkmisiniz, belə bir gül çələngi düzəldib 50 rəqəmi ilə mənə gətirmisiniz. Hamınıza təşəkkürümü bildirirəm və sizin xoş əhvalda bir ifanızı arzu edirəm. Buyurun, indi, hal-hazırda. Sevdim nargile, tuttum şirin dile. Dedim gele eyleyek, canan dedi bile. Sevirem, 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 yok, yok, yok. Kananım ben alım, başına dolanım. Durulum dolanım, ay kız, ay kız. Kananım ben alım, başına dolanım. Durulum dolanım, ay kız, ay kız. Neçe gündür inan, yata bilmirəm. Resmine canan çata bilmirəm. Dileyim kime söyleyim bu derdi. Kananım en alım, başına dolanım. Durulum dolanım, ay kız, ay kız. Kananım en alım, başına dolanım. Durulum dolanım, ay kız, ay kız. Ay kız maaşım var, altımda başım var. Her benden göz üstte, kollu daş başım var. Sevirem, sevirem, sevirem ben. Elə yok yok deyir, danışıb gülməyir. Halımı bilməyir, ay kız, ay kız. Elə yok yok deyir, danışıb gülməyir. Halımı bilməyir, ay kız, ay kız. Göz dedi daş başım, başına dəysin. Qadanım indiyim, maşına dəysin.
bravo. Uğurlar arzulayırıq hər birinizə. Amma tamaşaçılarımıza demək istəyirəm ki, bu kvartetdə iştirak edən üzvlərdən biri İsmail Azəri müəllimin oğludur. Uğurlar arzulayırıq sizə İsmail. Müvəffəqiyyətlər diləyirik. Rusiya Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, professor, elmlər doktoru, hamımızın əzizi, çox sevilən bəstəkarımız Oktay Rəcəbov bugünkü gündə bizimlə bərabərdir. Xoş gəlmişsiniz Oktay müəllim. Eşidək təbriklərinizi. Əvvəla onu deyim ki, mən bu görüşə dəvət alanda çox sevindim. Ona görə ki, məni bu ailəyə uzun illər bağlayır. İlk dəfə 70-ci illərdə biz Azərin atası Zeynal Vəfa ilə şair, çox gözəl şairdir. Saadət Sarayı adlı bir mahnıya bizim musiqi bəstələdik. Sonradan o mahnı çox məşhur bir mahnıya çevrildi. İlk dəfə onu oxuyan Elmir Rəhimov olmuşdu. Ondan sonra uzun illər keçdi. Mən tərsinə çevrilmiş Dünya adlı Çingiz Abdullayevin bədii filminə musiqi bəstələyirdim. Biz çox fikirləşdik ki, orada iki mahnı oxunmalıdır, kimə verək və Azərin üstündə dayandıq. İki mahnı yazdıq həmən filmdə. Simfonik orkestrinin müşahidə ilə Azər oxudu. Dirijor da Rauf Abdullayev idi. Həmən filmin musiqisini yazanda. Daha sonra bir yenə də bədii filmə, Üç Görüş adlı bədii filmə musiqi yazmalı oldum. Orada da Azər bir gözəl mahnı oxudu. Azər Zeynalov təkcə Azərbaycanın xalqının yox, bütün şərq aləminin bir növ nadir incisidir. Çox sağ olun. Və onu qorumaq lazımdır. Təşəkkür edirəm Oktay müəllim. Minnətdarıq. Çox sağ olun. Çox sağ olun. Biraz əvvəl təbriklərini ünvanlayan əzizimiz Ruhəngiz xanım Qasımova hal-hazırda ifasını dilə gətirəcək. Hal-hazırda Ruhəngiz xanım hazırdır. Amma mən Oktay müəllimin sözlərinə bir balaca da rəng vermək istəyirəm. Mənim deməli, bəlkə də yeri deyil, amma ürəyimdə əməliyyat keçiriləndə mən heç kəsə deməmişdim. Yəni, bütün bu media, jurnalistlər filanlar, onların xəbəri yox idi. Amma Azər Zeynalov hardansa xəbər tutmuşdu və mən təsəvvür edin ki, elə reanimasiya palatasından sonra şöbədə gözümü açanda gördüm ki, Azər başımın üstünə alıb, oğlu ilə və yoldaşı ilə. İnanın ki, bəlkə mənim 5 günə sağalmağımın birinci səbəbi də Azərin o gəlişi və onun hörməti oldu. Azər, sən çox böyük insansan, sən böyük ürəyə maliksən. Başqa cür də ola bilməz. Yoxsa sən belə oxuya bilməzdin. İndi mən də oxuyacağım, yaxşı? Allah sizə can sağlığı versin. Çox sağ olun. Demeye sözün mü yok? Susursan neden? Gizlediğin kara ok saçtı gaflete. Niye esir dodağın, gözlerin sönüp, köksünden çıkan ahım beni öldürür. Seni tanımak olmuş, değişilmişsen. Şüpheler beni boğur, bu sen değilsen. Uzatmayak bu anı, dözmek çetindir. Hanı o hisler, hanı karar senindir. Gitti
Arkaya bakmadan gitti, itti. Hayatımdan izi itti, bitti. Ümitsiz ümitler bitti. İlahi, ilahi yaşamağa hardan güc alım. Gitti, arkaya bakmadan gitti, itti. Hayatımdan izi itti, bitti. Ümitsiz ümitler bitti. İlahi, ilahi yaşamağa hardan güc alım. Gitti, gitti, gitti. Kaş ki dünya zalımlığın ataydı. Qəlbim bir an istəyinə çataydı. Yaşamağım göz yaşıdır, haraydı, göz yaşında üzmək olmur. Əzizim, bu gözəl sətirlərin müəllifi bizim xalqımızın sevimli şairi Vahid Əziz. Çox sağ olun. Buyurun, Vahid Minnətdaram. müəllim. Bu dəvətə görə Azər mənim qədim dostumdur və mənim şair qardaşımın evladıdır. Azərin böyüklüyü ondadır ki, Azər uşaqla uşaqdır, böyüklə böyük. Bu adamda özünü dartmaq yoxdur. Sənətin ən zirvəsində dayanıb bu gün və Azərin tamamilə haqqı var ki, özünü Azərbaycanın ölməz sənətkarları Bülbüllə, Rəşid Behbudovla və həyatda indi də olan böyük sənətkarlarla bir sırada tutsun və biz səni bir sırada görürük. Bu gün mənim bura gəlməyimi biləndə dostlarımız var. Onlar təbriklərini göndərdilər. Doktor Təbəkkül göndərdi təbrikin. Azər göndərdi, Rafiq göndərdi, Aqil göndərdi. Sağ olun. Mən çox xoşbəxtəm ki, Ramiz müəllim getdi, bizim böyük bəstəkarımız. Ramiz Mirişli ilə Azər ikisi mənim sözlərimə bir mahnı oxuyublar. O da Atılmış Uşaqlar haqqında bir mahnıdır, bunda klip çəkilib. Və ürək ağrıdan bir mahnıdır. Amma Azər onu çox gözəl oxuyubdur. Azər, minnətdaram sənə. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Minnətdarım. Çox sağ olun. Və Çox sağ olun. sevilən bəstəkarlarımızın mahnılarını ustalıqla ifa edən və ümumiyyətlə vətənpərvərlik mövzusunda öz ifaları ilə bizim ruhumuzu dilə gətirən, qanımızı damarımızda coşub çağlandıran xalq artisti Mübariz müəllimin də təbriklərini eşidək. Siz indi dediklərim bir qədər qeyri-adi səslənməsin, ancaq ki, Azərlə dostluğumuzun eyni vaxtda da Azərin geniş auditoriya ilə tanışlığının demək olar ki, şahidlərindən biriyəm mən. 90-cı illərin əvvəlləri idi. Rafiq Babayev studiyası, yəni Cəngi ansamblı yeni-yeni yaranırdı o vaxtlar. Siyavuş Kərimi Rafiqə bir söz dedi ki, çox geniş ürəkli, ay Rahman, bir gənc var, girəm qulaq asasan. Üstündən bir gün keçəndən sonra, yəni Azərin ifasını o studiyada eşidəndə həqqi mənada hamımızda belə bir fikir oldu ki, müəyyən o boşluqlardan ki biz söhbət açırıq, deyəsən akademik vokal sənətinə yeni bir gənc gəlir və müəyyən illərdən sonra Azər öz sözünü deyəcək. Çox keçmədi. 3 ildən sonra Azərin 2 fonogramı yazılandan sonra həqqi mənada aramızda belə söhbət aldı ki, şükürlər olsun. Yeni səs, tınırlar içində bənzərsiz bir səs, bir də ki, səmimi ifa Azərə Allah Teala, yəni bunların hamısını bəxş edib həqqi mənada. Sənə uğurlar həyatda, ailə səadəti, bir də ki, xalqımızın başından əski olmayasan. Təşəkkürlər Mübariz müəllim. Minnətdarıq. Mübariz müəllim, təşəkkür edirəm. Mübariz müəllimin söylediyi fikirlərə mən bir sözünə qüvvət verim. Çox gözəl vəsf elədiniz Azər müəllimin sənətini. Mübariz müəllim, bəlkə də ona görə zamanında Ümummilli Seydər Əliyev birbaşa Azər müəllimə xalq artisti fəxri adı təqdim etdi. Hal-hazırda qonaqlarımızı dəvət edəcəm. Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Şahlar Quliyev proqramımızın qonağıdır. Xoş gəlmişsiniz Şahlar müəllim. Buyurun, səfa gətirmişsiniz.
çiyin-çiyinə 20 ilə yaxındayız, çalışırıq səhnədə. Mən onun, yəni o insanın bu qədər söyülməsi təbiidir. Nəyə görə? Çünki Allah'a bəxş elədiyi elə gözəl səs. Hətta mən səhnədə ona tərəf müqabil olarkən belə özümü rahat hiss edirəm. Nəyə görə? Çünki onun o gəlir o müsbət enerjimlə. Özüm hətta bir həyəcanım olanda həyəcanımı da boğuram mən ondan. 20 ildən artıqdır biz dostuq, qardaşıq, sənət yoldaşıyıq. Mən ona hələ yolun yarısındadır. Elə bilirəm ki, belə bir səs sahibi bundan belə ən azı 30-40 il hələ səhnədə fəaliyyətini göstərəcək. Mən də canlı olaraq bir-iki kəlmə Arşın Malalandan dostumuzun şəhəninə bunu ifadə etsin. Buyurun. Nədir sənin dərdin, bu nə ahızlardır? Nədir sənin dərdin, bu nə ahızlardır? Nədir sənin fikrin, belə tarmardır? Nədir sənin fikrin, belə tarmardır? Bu dünyada yoxdur, belə dərdi bir dəva. Bu dünyada yoxdur, belə dərdi bir dəva. Dəvasınan dərdin, belə görgünən səfa. Dəvasınan dərdin, belə görgünən səfa. Eşitməmisənmi, belə bir məsəl də var. Eşitməmisənmi, belə bir məsəl də var. Nə arzu varsa belə axtaran tapar. Nə arzu varsa belə axtaran tapar. Bravo, bravo. Təşəkkürlər. Şahlar müəllim, minnətdarlıq ifanız üçün, təbrikiniz üçün. Var olun, var olun. Bəli, hələ hər şey qarşıdadır. Buyurun, bizimlə bərabər olun. Elə bu tamaşaya Akademik Opera və Balet Teatrında quruluş verəm əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyevi dəvət edirik. Xoş gəlmişsiniz Hafiz müəllim. Hafiz müəllim, xoş gəlib. Xoş gördük. Azər müəllim, mən sizi bu xoş gün münasibətindən təbrik edirəm. Sizi yox. Səni. Doğrudan düzdür səni. Çünki biz tələbəlikdən bir-birimizi tanıyırıq. Bir yerdə artıq elə qismət elə gətirdik ki, biz Opera Balet Teatrında artıq bir yerdə çalışmalı olduq. Və Azər Zeynalovun 1997-ci ildə Akademik Opera Balet Teatrında dövlət sifarişi ilə Arşın Malalan tamaşasını səhnələşdirməli olduq və baş rolda da Azər Zeynalov və Süleyman rolunda da Şahlar müəllim oynamışdı və Yaşar rəhmətli Yaşar Nuri falan çox belə möhtəşəm bir truppa var idi. Və o tamaşa çox belə uğurla getdi. Ulu Öndər Heydər Əliyev gəldi, baxdı tamaşaya çox yüksək qiymət verdi və Azər o gündən Azərin Opera Balet Teatrında məncə birinci rolu idi o. Birinci rolu idi və o gündən bu günə artıq Azər Zeynalov Opera Balet Teatrında özünə məxsus müxtəlif şaxəli, müxtəlif istiqamətlərdə obrazlar yaradır. Azər Zeynalov Azərbaycan musiqi sənətində özünə məxsus yer tutan və özü dəstəxətdə olan çox gözəl, möhtəşəm bir vokalistdir. Azər, mən səni təbrik edirəm. Sənə can sağlıq arzulayıram. Mən indi həm də pedaqoji fəaliyyəti var, orada da bir yerdə çalışırıq. Mən Allahdan arzu edirəm ki, hələ uzun müddət biz bir yerdə həm Opera Balet Teatrında həm orada çalışaq və ürəyimizdə olan və qarşımızda duran çox möhtəşəm hələ bizim işlərimiz var. İnşallah. Yerinə yetirə bilək və sənin də ailə xoşbəxtliyi, can sağlığı və bütün yaradıcı və həyatında xoş günlər arzulayıram. Çox sağ olun Hafiz müəllim. Minnətdarıq. Bu xoş sözləri Azərbaycanın əməkdar artisti Lalə xanım Məmmədova ifası ilə davam etdirəcək. Xoş gəlmişsiniz Lalə xanım. Mənim gözəl gül oğlum, gül oğlum, bülbül oğlum. Mənim gözəl gül oğlum, gül oğlum, bülbül oğlum. Ürəyimi sevindir, mənlə danış gül oğlum. Ürəyimi sevindir, mənlə danış gül oğlum. Gül
yaşını sil oğlum, benim şirin dil oğlum. Göz yaşını sil oğlum, gel sarılım boynuna. Beni anan bir oğlum, gel sarılım boynuna. Beni anan bir oğlum. Ah, gül oğlum. Təşəkkürlər Lalə xanım, minnətdarıq ifanız Lalə xanım, üçün. sağ olun, çox sağ olun. Qonaqlarımızı Çox sağ dəvət edəcəyəm. Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışan Yaqut xanım Abdullayeva proqramımızın qonağıdır. Şuşa Dövlət Musiqi Dram Teatrının direktoru, hələ ki Azərbaycanın əməkdar artisti, Yadigar müəllimi ürəkdən salamlayıram, xoş gəlib səfa gətirmişsiniz. Azərbaycanın əməkdar artisti, çox gözəl, vokalçı, Anar Şuşalı proqramımızın qonağıdır, sizə dəvət edirəm. Buyurun, zəhmət olmasa, xoş gördük. Azər müəllim haqqında böyük sənətkarlar, dahi sənətkarlar o qədər gözəl sözlər dedilər ki, onların fövqündə mənim deyəcəyim belə bir zərrəcikdir. Mən Azər müəllim haqqında nə demək istəyirəm? Azər müəllim kişi adamdır. Ona görə ki, Azər müəllim sadə oğlandır. Böyük sənəti ilə çox sadə oğlandır. Təbrik edirəm. Təşəkkür edirəm. Çox sağ olun, minnətdarıq. Birazdan ifanızı da eşidəcəyik, hə? Yadigar müəllim. İnşallah. İnşallah. Bugün Azər müəllim hər kəsi dilə gətirib. Hər kəs öz sözlərini musiqi dili ilə çatdırmaq istəyir. Yaqut xanım, xoş gördük sizi də. Mən özümə ən əziz saydığım insanların hər birini burada iştirak etmələrini arzulamışam, arzu etmişəm və sağ olsunlar ki, qırmayıblar məni, hamısı da gəliblər, sağ olsunlar. Buyurun Yaqut xanım. Mən də Azər müəllimi ürəkdən təbrik edirəm. Azər müəllimə həyatda can sağlığı arzulayıram, bütün uğurlar sizinlə olsun. Çox sağ olun, təşəkkür edirəm. Azərbaycanımızın xalq artisti, professorumuz Ağaverdi Paşayev də öz təbriklərini ünvanlasın. Buyurun Ağaverdi müəllim. Böyük məmnuniyyətlə. Mən də istədim ki, məndən qabaq danışan dostlarımız, şairlərimiz, bəstəkarlarımız çox gözəl ürək sözlərini dedilər. Bilirsiniz, yaxşı sənətkar bu hələ işin 50%-dir. Əkbər müəllim, yaxşı insan bu da bir 50%-dir. Azərlə biz artıq 20 ildən yuxarıdır ki, yaradıcılıq əlaqələrimiz var. Ancaq Azəri əgər kimsə səfərdə olubsa oynan, xarici səfərlərdə, onda tanıyar onun başqa bir üstün cəhətlərini. Azər, əzizim, sən gözəl dostsan, gözəl insansan, gözəl ailə başçısan, bunu qeyd etdilər, mən də onları təsdiqləyirəm. Sən gözəl sənətkarsan. Mən sənə bu, hələ ki, Allah üzəyə bir rəhmət eləsin. Onun çox bir məşhur kəlamı var. O, özü öz xatirlərini yazır ki, 50 yaş insanın ən cavanlığının ən gümrah, hətta kişi üçün ən yaxşı dövrüdür. Bunu mən demirəm, bunu üzəyə bir deyib və özü təsdiq edib, sənin bu saat ən gözəl çağındır. Sənin gözəl, yaradıcılığın da ən gözəl çağıdır. Sənə mən can sağlığı arzu edirəm. Çox sağ olun. Sənə mən o gözəl ailevin üstündə həmişə sağlam, gümrah olmağı və bir də sənətdə həmişə bax belə gözəl, gülərüz və o sözü həmişə deyərsən. Sənə mən öpürəm, bağrıma basın. Çox sağ olun, çox sağ olun. Anar, sizi də eşidək, buyurun. Təşəkkür edirəm, minnətdaram. Mən əvvəla bura gələn bütün sənətkarlarımızı salamlayıram və onlara minnətdarımı bildirəm ki, Azər müəllim bu gözəl günündə onunla bir yerdədirlər. Və sizə nə arzulaya bilərəm? Can sağlığı və sənətinizdə bundan da böyük zirvələr fəth etməyi arzulayıram. Bu belə də olacaq və xalqımız, millətimiz bu gözəl Türk oğlunun o gözəl uğurlarının şahidi olacaq. Çox sağ olun. Və sizə bir ana haqqında mahnı ifa etmək istəyirəm. Bu İtalyanca olacaq. Neapolitan bir mahnı ifa etmək istəyirəm. Gözəl. Mamma
ma son tanto felice perché ritorno da te. La mia canzone ti dice che è il più bel giorno per me. Mamma, son tanto felice vivere lontano perché. Mamma, solo per te la mia canzone vola. Mamma, sarai con me, tu non sarai più sola. Quanto ti voglio bene, queste parole d'amore, e ti sospira il mio cuore, forse non suderà più. Ma la canzone mia più bella sei tu la vita, e per la vita non ti lascio mai più. Sento la mano tastonna, cerca i miei reggioli d'oro. Sento la voce ti manca, l'anima donna darò. Oggi la testa tua bianca io voglio stringere al cuore. Solo per te la mia canzone vola. Sarai con me, tu non sarai più sola. Quanto ti voglio bene, queste parole d'amore, e ti sospira il mio cuore, forse non suderà più. Ma la canzone mia più bella sei tu la vita, e per la vita non ti lascio mai più. Quanto ti voglio bene, queste parole d'amore, che ti sospira il mio cuore, forse non suderà più. Ma la canzone mia più bella sei tu la vita, e per la vita non ti lascio mai più. Xanəndə müğənni qonaqlarımızı dəvət edəcəm. Yenicə xalq artisti, fəxri ada layiq görülən Gülyanan xanım Məmmədova proqramımızın qonağıdır. Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın əməkdar artisti Gülüstan Əliyevanı dəvət edirəm. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Görməyimizə çox-çox şadıq, təbrik edirik. Gözəl günlər arzulayırıq. Buyurun, təbriklərinizi ünvanlayın Gülüstan xan. Əziz dostum, vəfalı tərəf müqabilim, bugün səni təbrik edirəm. Vəfalı tərəf müqabilini nə üçün deyirsən? Çünki sən əskər kimi heç vaxt Cahan xalanı dəyişmədin. Amma bəs Məşribat kimi sənəmi də heç vaxt dəyişmədin. Bunu açıqlamaq lazımdır. Ona görə deyirəm, mən səni ürəkdən təbrik edirəm. Gözəl insan, qəlbi uşaq ürəyi kimi saf, necə deyimi, dəyişməyən bir insansan. Mən səni təbrik edirəm bu gözəl gündə. Həmişə ömrün, günün, 50 yaş nədir ki, Hacıbəyov demişkən, 50 yaş sənin ən kamil, yaradıcılığının ən kamil çağıdır. Səni təbrik edirəm, bağırma basıram. Allah sənin balaların üstündən əski eləməsin. Can sağlıq arzulayıram sənə. Çox sağ olun. Təşəkkür edirəm. Çox təşəkkür edirəm. Çox sağ olun. Gülyanan xanım,
Buyurun. Azər müəllim sizi sevən bu qonaqlarınızı, tamaşaçılarımızı və sizin bu əvəz olunmaz gözəl ifanızla xalqın məhəbbətini qazanmısınız. Həm insan kimi, həm sənətkar kimi. Allah bu yolda sizə can sağlığı nəsib eləsin. Daim ki, həmişə belə ürəklə, o möhtəşəm səsinizlə, ifanızla seviləsiniz. Çox sağ olun. Ailənizlə, evlatlarınızla xoşbəxtliklər Təşəkkür diləyirəm. edirəm. Sağ olun. Mən də sizi ürəkdən təbrik edirəm. Çox sağ olun. Möhtərəm prezidentimizin verdiyi fəxri ada görə ürəkdən sizi təbrik Sağ edirəm. olun. Bundan da böyük inşallah adlara layiq olasınız. Teşekkür ederim. Hal-hazırda isə Azərbaycanımızın əməkdar artisti Yaqut xanım öz ifasını təqdim edəcək. Dinləyirik sizi Yaqut xanım, buyurun. Ceyranım gel gel, Terlanım gel gel, yolunu gözlərəm, qurbanam gel gel, başına mən səni dolanım gel gel, başına mən səni dolanım gel gel, gözəldir həyatım, gözəldir devranım. Gözəldir həyatım, gözəldir devranım, bəxtəvər qızılsan bu yeni dünyanın. Gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran. Gəl gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran. Baxışın can alır, gülüşün qəşəkdir, qızaran yanağın elə bir çiçəkdir. Ürəyin sənindir, könlümü gəldindir, ürəyin sənindir, könlümü gəldindir. Gözü tək göz olmaz, sözü tək söz olmaz. Gözün tək göz olmaz, sözün tək söz olmaz. Mehriban qəşəng qız, bu qədər naz olmaz. Gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran. Gəl gəl adı ceyran, özü ceyran, gülüm mən sənə qurban, sənə heyran. Adı ceyran, özü ceyran, adı ceyran, özü ceyran, gülüm mən sənə heyran. Adı ceyran, özü ceyran, adı ceyran, özü ceyran, gülüm mən sənə heyran. Gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə heyran. Gəl gəl adı ceyran, özü ceyran, gülüm mən sənə qurban, sənə heyran. Gəl gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə qurban. Gəl gəl adı ceyran, özü ceyran, gülüm mən sənə heyran, sənə qurban. Təşəkkürlər. Sağ olun Yaqut xanım, minnətdarıq, çox sağ olun. Çox sağ olun. Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, şöhrət ordenli Məsum Əlim İbrahimov proqramımızın qonağıdır. Xoş gəlib, səfa gətirdiniz. Azərbaycanın əməkdar artisti Zakir Əliyev, xalq mahnılarımızın, bəstəkar mahnılarımızın gözəl ifaçısı Mirkamil Kamilovu dəvət edirəm və bizim estrada səhnəmizdə fəhan eyləyən Ramal səni də dəvət edirik. Buyurun, zəhmət olmasa, səfa gətirmişsiniz. Təbriklərimiz, alqışlarımız davam edir, əziz qonaqlarımız. Buyurun, Məsum müəllim. Sağ olun. Sağ olun. Bütün tamaşaçılara salamlayıram, sənət dostlarımı salamlayıram və təbii ki, əziz dostumu, gəl qardaşım yanıma. 50 yaşın mübarək olsun. Əlbəttə ki, çox sağ ol. Yarım əsr. Amma təbii ki, arxaya dönüb baxanda görürsən ki, sən şərəfli bir ömür keçmişsən, sözün əsl mənasında. Arzu edirəm ki,
Allahın verdiyi ömrü sağlam canla yaşayasan. Çox sağ ol. Və bağlarının üstündən əski olmasın. Həmişə Çox sağ səsin ol. bax belə gözəl olsun. Mən özüm sevə-sevə həmişə dinləyirəm səni. Çox sağ ol, Sənətini də mən sevirəm, özünü də bir qardaş kimi, dost kimi sevirəm. Çox sağ ol. Allah səni dostluqdan, qardaşlıqdan əski eləməsin. Çox sağ olun. Zakir müəllim, buyurun. Əlbəttə, mən bu gözəl gün münasibətilə Azər müəllimi ürəkdən təbrik edirəm. Azər, əzizim, sən xoşbəxt sənətkarsan, sən bizim hər birimizin əzizisən. Həmişə yaradıcılıq uğurları arzu edirəm, can sağlığı arzu edirəm. Çox sağ ol. Xoşbəxt olasan, Allah verən ömrü sağlam yaşayasan. Çox sağ ol. Amin, amin inşallah. Çox sağ olun. Təşəkkür Minnətdarıq, var olun. Ramal, sağ ol. Buyurun, sizi də eşidək. Əlbəttə, çox şərəflidir burada elə iştirak etmək. Çox gözəl sənətkarımız, sizi ürəkdən təbrik edirəm. Allah can sağlığı versin. Vallahi həyəcanlıyam, elə çox sevinirik ki, elə biz bax burada dayanmışıq. Çox sağ olun. Var olun, sağ olun. Mir Kamilin təqdim etdiyi bu portretin alt hissəsində çox gözəl sözlər yazılıb Azər müəllim. Bəşər musiqi sənətinin sənətkarlarından və dahi ifaçılarından olan canlı əfsanəmiz və dəyərli sənətkarımız Azər Zeynalov. Doğum gününüz mübarək olsun. Allahdan sizə və ailənizə uzun ömür, can sağlığı, bəşəriyyətin və axirətin bütün xoşbəxtliklərini diləyirəm. Amin. Dərin hörmət və ehtiramla Mir Kamil Kamilov. Davam edəcəksən. Mən də sizə öz dərin minnətdarlığımı bildirirəm. Çox istedadlı insanlarsınız. Çox istedadlı. Və bugünkü gündə də mənimlə bərabər olduğunuz üçün çox minnətdaram. Çox sağ olun. Mən üzr istəyirəm, burada böyük sənətkarlarımız var. Burada söz demək bizə biraz düşməz, amma yenə də dəvət eləmişsiniz, çağırmışsınız. Bizim üçün böyük dəyər və şərəfdir. Siz bizim o qədər böyük sənətkarımızsınız ki, yəni biz onu sözlə artıq deyə bilmirəm. Mən ürəyimdən gələnləri yazdım ora. Allah sizi qorusun hər zaman. Sağ ol, sağ ol. Biz fəxr edirik sizinlə və burada bütün olan sənətkarlarımızdan bir daha təbrik edirəm səmimi qəlbdən, bütün ailəmiz adından, Mələk xanımın da adından, bizim ailənin adından. Allah sizə uzun ömür, can sağlığı nəsib eləsin. Sənə də, Ramala da. Çox sağ olun. Təşəkkür edirəm. Müğənniliyi ilə yanaşı, hətta bizim səhnədə olan bir çox gənc ifaçılarımıza, vokal sənətinin sirlərini aşılayan və onlara həmişə dəstək olan, onlara qayğı göstərən Azərbaycanımızın xalq artisti Mübariz Tağıyev ifasını təqdim edir. Buyurun. Xoşbəxtliyin ardınca uzağa qaçdıq. Sən demə o bizlərə çox yaxın imiş. Məhəbbət səmasında yanaşmışdıq. Bəxtəvər olmaq demə çətin deyilmiş. Məhəbbət səmasında yanaşmışdıq. Gülüm bəxtəvər olmaq demə çətin deyilmiş. Vaxtında yağış yağar, əsəcək külək. Vaxtında günəş doğar, sevinər ürək. Bu dünyada sevənlər sevinsin gərək. Hər yaşanan günlərin qədrini bilək. Hər yaşanan günlərin qədrini bilək. Bəxtimizin yolunda ulduzlu dünya, tükənməyən arzular heç gəlməz saya. Bir dünyalıq sevinci bərabər bölək. Sənsiz keçən bir ömür nəyimə gerək. Bir dünyalıq sevinci bərabər bölək. Gülüm sənsiz keçən bir ömür nəyimə gerək. Vaxtında yağış yağar, əsəcək külək. Vaxtında günəş doğar, sevinər ürək. Bu dünyada sevənlər sevinsin gərək. Hər yaşanan günlərin qədrini bilək. Hər yaşanan günlərin qədrini bilək.
her yaşanan günlerin qədrini bilək. Əsəcək külək, baktığında güneş doğar, seviner ürək. Bu dünyada sevenler sevilsin gerek. Her yaşanan günlerin qədrini bilək. 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 Hal-hazırda isə Elçin Həşimov, Elnur Əhmədov sevilən sənətkarımızı müşahidə edəcəklər. Mənsum İbrahimov ifasını təqdim edir. Dinləyək. Sen Allah, hemşerinsen billah, sendeki güzellik aldadır bizi, aldalar kızı. Ne güzel sen Allah,
gözəlsən Allah, həmşirinsən billah, səndəki gözəllik aldadır bizi, adalar qızı. Nə gözəlsən Allah, Allah, həmşirinsən billah, nə gözəlsən Allah, həmşirinsən billah, səndəki gözəllik aldadır bizi, adalar qızı. Səndəki gözəllik aldadır bizi, adalar qızı. Səndə gözəllik aldadır bizi, adalar qızı. Aldadır bizi, adalar qızı. Təşəkkürlər Məsum müəllim, minnətdarıq ifanız üçün. Qonağımız var zamanında, vaxtında Akademik Opera və Balet Teatrında Azər müəllimlə çalışan, balet trupasında çalışan, hal-hazırda isə solo olaraq öz karyerasını davam etdirən Rəqsin Sultanları qrupunun rəhbəri, xoreograf, baletmeister, çox peşəkar, profesional rəqqas Şəhriyar Cəfərov proqramımızın qonağıdır. Xoş gəlmişsən Şəhriyar, səfa gətirmişsən. Görməyimizə çox-çox Təşəkkür sağ olun. edirəm. Buyur, təbriklərini eşidək. İlk olaraq bütün sənətkarlarımızı salamlayıram, tamaşaçılarımızı salamlayıram. Azər müəllim, siz vokal, klassik sənətinin, Azərbaycan opera sənətinin elə bir zirvəsindəsiz ki, bugünkü gündə bir çox gənclərə bir şəxsiyyət olaraq, bir sənətkar olaraq, bir akademik sənətkar olaraq nümunəsiz. Və hər zaman həmən o zirvədə var olasınız. Mən də çox şadam ki, sizin kimi bir sənətkarla zamanında Opera Balet Teatrında bərabər çalışmışıq. Təbrik edirəm sizi bir daha. Mən də sizə kiçik bir öz tango rəqsimdən öz təbrikimi edəcəm. Böyük məmnuniyyətlə izləyəcəm. Sağ olun. Şəhriyar hazırlaşın, birazdan böyük məmnuniyyətlə rəqsinizə tamaşa edəcəyik. Amma hal-hazırda isə proqramımızı güllərə, çiçəklərə dastan oxuyan Azərbaycanımızın hələ ki əməkdar artisti Gülüstan Əliyeva ifasını davam etdirir. Buyurun. Gülüm gözler
qonağımız var. Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva proqramımızın qonağıdır. Xoş gəlmişsən. Şadam görməyə Fidan xanım. Azər, mən də sizi təbrik edirəm. İnanınız ki, bugün bizim də bayramımızdır. Opera Balet Teatrında bayram, bütün solistlərin bayramıdır ki, biz sizinlə bərabər bu gözəl bir günü qeyd edirik. Çox sağ olun. Sizə bundan sonra çox böyük uğurlar arzu edirəm, can sağlığı. Və həmişə bizim yanımızda olasınız. Sizi çox sevirik. Var olasınız. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Hal-hazırda isə Ramal öz ifasını təqdim eləyəcək. Böyük məmnuniyyətlə dinləyirik sizi Ramal. Amir Kamilov hal-hazırda ifasını proqramımızı davam etdirəcək. Dinləyirik. Saadət sirli aləm, nə üçün keçmiş bəxtimdən? Göylərə baxdın aləm, yanıq ney kimi? Sevincim kədər oldu, həsrətimə dər oldu. Gələrim gedər oldu, duya bilmədim. Zərif şam işığında, ümidlər sorağında, səslənər intizarım, qəmli nəğmətə. Hər günüm ilə döndü, göz yaşım selə döndü, közərib külə döndü, sevən ürəyim. Uzun gecə olaydı, yuxuma qayıdaydı, varlığım odlanaydı, sönməz günəşdə. Uzun gecə olaydı, yuxuma qayıdaydı, varlığım odlanaydı, sönməz günəşdə. Ayrılıq yollarında axtarıram mən səni, qaldım intizarında, sənsizləmişəm. Bəxş etdim ürəyi, yadigar saxlasaydın, sevincdən ağlayardım xoşbəxtlər kimi. Zərif şam işığında, ümidlər sorağında, səslənər intizarım, qəmli nəğmətə. Hər günüm ilə döndü, göz yaşım selə döndü, közərib külə döndü, sevən ürəyim. Uzun gecə olaydı, yuxuma qayıdaydı, varlığım odlanaydı, sönməz günəşdə. Uzun gecə olaydı, yuxuma qayıdaydı, varlığım odlanaydı, sönməz günəşdə.
Teşekkürler. Minnətdarıq Mürkan Bey. Çox sağ olun ifanız üçün. Azərbaycanın xalq artisti Gülyaz Məmmədova proqramımızın qonağıdır. Xoş gəlmişsiniz Gülyaz xanım. Alqışlarımızla salamlayırıq sizi. Təbriklərinizi də eşidirik. Buyurun. Mən çox fəxr edirəm ki, bir səhnəni Azər müəllimlə birgə paylaşıram. Çox xoşbəxtəm. Çox sağ olun. Elə mən də xoşbəxtəm. Azər müəllim gülüm. Xalq artisti adında sağlıqla daşıyın. Təbrik edirəm sizi. Çox sağ olun. Səhnəmizin Carmeni Fidan Hacıyeva ifasını təqdim edir. Buyurun.
Proqramımızı davam etdiririk, əziz tamaşaçılarımız. Elə biraz əvvəl, proqramımızın əvvəlində öz ifaları ilə sizi salamlayıb Azər müəllimi təbrik edən A-Klassik vokal qrupunun üzvlərini dəvət eləmək istəyirəm. Buyurun, bizimlə bərabər olun bu dəqiqələrdə də. Nə söyləyəcəkdim Azər müəllim? Bizim Azərbaycan teatrlarında fəaliyyət göstərən bütün direktorlarımızı salamlayıram. Amma hal-hazırda təqdim edəcəyimiz direktorumuzun məharəti digər direktorlarımızda yoxdur. Çox böyük məharətlə ifa etmək bacarığına malikdir. Yadigar müəllimin ifasını eşidəcəyi hal-hazırda alqışlarımızla. İncə donlum yer basmayıb yeriyə, İncə donlum yer basmayıb yeriyə, Başım baxdı, evim taxtı sevgilim, Başım baxdı, evim taxtı sevgilim, Evdən çıxıb yüyürəndə sərbi boylum, Badam yesənə boylu görünən incə bellim, Topuğunda sarmaşanda qara saçlım, Topuğunda sarmaşanda qara saçlım. Boşab adam sığmayan dara qızlım, Boşab adam sığmayan dara qızlım, Qar üzündə qandanmış tək al yanağım, Qar üzündə qandanmış tək al yanağım, Evdən çıxıb yüyürəndə sərbi boylum, Badam yesənə boylu görünən incə bellim, Topuğunda sarmaşanda qara saçlım, Topuğunda sarmaşanda qara saçlım. İncə donlum yer basmayıb yeriyə, İncə donlum yer basmayıb yeriyə, Başım baxdı, evim taxtı sevgilim, Başım baxdı, evim taxtı sevgilim, Evdən çıxıb yüyürəndə sərbi boylum, Badam yesənə boylu görünən incə bellim, Topuğunda sarmaşanda qara saçlım, Topuğunda sarmaşanda qara saçlım, Sevgilim, gözəlim, adaqlım. Hal-hazırda Azərbaycanımızın əməkdar artisti Zakir Əliyevin ifasını eşidəcəyik. Zakir, eşidək sizi, buyurun. Biz görüşdük, bahar idi, o baharı unutmaram. Bütün alem gülzar idi, o baharı unutmaram. Bütün alem gülzar idi, o baharı unutmaram. Neçə bahar gəlib getsə, neçə bahar gəlib getsə, gözlərimə duman çöksə, yaddaşımda bir gün itsə, yaddaşımda bir gün itsə, o baharı unutmaram. Yenə o yerdə durmuşam, yenə o yerdə durmuşam, o baharı mən unutsam,
ki səni unutmuşam, bil ki səni unutmuşam. O baharı unutmaram, unutmaram, unutmaram. O baharı unutmaram, unutmaram, unutmaram. O baharı unutmaram, o baharı unutmaram. Giden gitti, dönmür geri. Könül xiffət edir indi. Ah ne güzel günler idi. O baharı unutmaram. Ah ne güzel günler idi. O baharı Neçə bahar gəlib getsə, neçə bahar gəlib getsə, gözlərimə duman çöksə, yaddaşımda bir gün içsən, yaddaşımda bir gün içsən, o baharı unutmaram. Yenə o yerdə durmuşam, yenə o yerdə durmuşam, o baharı mən unutsam. Bil ki səni unutmuşam, bil ki səni unutmuşam. O baharı unutmaram, unutmaram, unutmaram. O baharı unutmaram, unutmaram, unutmaram. O baharı unutmaram, o baharı unutmaram, o baharı Minnətdarıq. Çox sağ olun. Azərbaycanın xalq artisti Bilal Əliyev proqramımızı ifası ilə davam etdirir. Buyurun. Yedi kızdan biri göçer, yanağında yolu biçer. Yedi kızdan biri göçer, yanağında yolu biçer. Ne müddettir görüşmürük, ne müddettir görüşmürük. Hasret bizi öldürür.
Əziz tamaşaçılarımız, çox önəmli bir məktubu oxumaq istəyirəm. Bu məktub Azər müəllimin ünvanına yazılıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, prezident mükafatçısı, professor Azər Zeynalova, hörmətli Azər müəllim, milli musiqi mədəniyyətimizin, o cümlədən ifaçılıq sənətinin inkişafındakı fəaliyyətinizi qiymətləndirərək 50 illik yubileyiniz münasibəti ilə sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı yetiririk. Azərbaycan opera sənətinin inkişafında, təbliğində bir müğənni kimi layiqli payınız var. Uzun illik yaradıcılıq fəaliyyətiniz sizi öz işinə peşəkarlıqla yanaşan bir vokalçı kimi Respublikanın mədəni ictimaiyyətinə yaxından tanıtmışdı. Sənətdəki uğurlarınıza ilk növbədə öz güclü səsiniz, istedadınız, işgüzarlığınız hesabına çatmışsınız. Biz əminik ki, qazandığınız bilik və təcrübənizi bundan sonra da gənc nəsillə bölüşəcək, musiqi sənətinin inkişafında öz dəyərli xidmətlərinizi əsirgənməyəcəksiniz. Sizə möhkəm can sağlığı, uzun ömür, xoş günlər, yeni yaradıcılıq uğurları arzulayırıq. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev. Minnətdarlığımızı bildiririk dövlətimizə, Mədəniyyət və Turizm Nazirinə. Mən də öz növbəmdə hörmətli Əbülfəz müəllimə öz dərin təşəkkürlərimi bildirirəm. Biz sənət adamlarını qiymətləndirdiyinə görə və xüsusilə də bu məktubu mənə göndərdiyinə görə öz böyük minnətdarlıqlarımı hörmətli nazirimizə bildirirəm. Proqramımız yekunlaşır, Azər müəllim. Mənə elə gəlir ki, bu bir neçə saat ərzində tamaşaçılarımız sözün əsl mənasında böyük zövq aldılar. Mən sizə deyim ki, o qədər gözəl nəğmələr səsləndi bugün. Çox gözəl nəğmələr səsləndi və mən bütün burada iştirak edən və öncə də burada iştirak edən bütün sənət dostlarıma öz dərin təşəkkürlərimi bildirirəm. Biz də sizə can sağlığı arzulayırıq. Həmişə sənətinizin zirvəsində olasınız, Azər müəllim. Çox sağ olun. Yeni obrazlarla, yeni ifalarınızla bizim necə ki, musiqi mədəniyyətimizə töhfələr bəxş etmişsiniz və illər, nəsillər ötsün və yeni gələn nəsil sizdən bəhrələnsin, sizdən qidalanıb calalansınlar. Çox sağ olun, çox sağ olun. Sizə də öz dərin təşəkkürümü bildirirəm. Bir daha Space televiziyasına, onun rəhbərinə öz dərin təşəkkürlərimi bildirirəm. Çox sağ olun ki, mənim yubileyimi, mənim ümumiyyətlə uğurlarımı göstərdiniz və mənim ən böyük uğurlarımdan biri də mənim dostlarımdır, sənət dostlarımdır. Allahlar sizə çox görməsin. Mənim yaratdığım bax bu gənc qrupdur. Bax bunların hamısını siz göstərdiniz xalqımıza, millətimizə. Buna görə sizə öz dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Əziz tamaşaçılar, mənə elə gəlir ki, 2014-cü ilin ən yadda qalan ad günlərindən biri olacaq. Azərbaycanımızın xalq artisti Azər Zeynalovun doğum günü, ad günü bu proqram olacaq. Bəli və inşallah yeni ildə görüşmək ümidi ilə proqramımızı isə Azərbaycanın xalq artisti Gülyaz Məmmədova ifası ilə yekunlaşdırır. Buyurun.
Sen kara saçlara, kara gözlere, kara dağlara, kara taşlara. Sen kara saçlara, kara gözlere, kara dağlara, kara taşlara. Mecnun kimi yâren, saldın çöllere, saldın dillere, yaman ağlara, yaman ağlara, yaman ağlara. Mecnun kimi yâren, saldın çöllere, saldın dillere, yaman ağlara, yaman ağlara, yaman ağlara. Bəli, mən xüsusi olaraq vurğulayım ki, Azər müəllimin rəhbərlik etdiyi A-Klassik vokal qrupu var və dünən də onlar öz məharətlərini nümayiş etdirdilər və bugün də proqramımızda sizə bəyan etmək istəyirik ki, onlar nəyə qadirdirlər. Uğurlar arzulayırıq hər birinə. Baxın, ifalarını dinləyin. And now the end is near, and so I face the final cut-off. My friend, I'll state it clear, I'll state my case, of which I'm certain. I've lived a life that's full, I've traveled each and every highway, And more, much more than this, I did it my way. Regrets, I had a few, but then again, too few to mention. I did what I had to do, and saw it through without exemption. I played each carriage course, each careful step along the byway, and more, much more than this, I did it my way. Yes, there were times I'm sure you knew when I been tough more than I could do. But through it all, when there was dark, I ate it all and spit it all. I faced it all, and I stood tall and did it my way. I laugh and cry. I had my fill, my share of losing. And now, as tears subside, I find it all so amusing. To sing, I
I did all that, and may I say, not in a shy way. Oh no, not me. I did it my way. فوت زمن would has he got if had himself then he has none To say the seas, each roller free, and no flowers or what it is. The record shows I took the walls, I did it my way. Loy lay lolay, loy lay lolay, loy lay lolay, loy lay lolay.